Salam. Bugün 25 yanvar tarixində keçirilmiş magistr sınavında informatika suallarının izahına baxacağıq. Başlayırıq 21-ci sualdan. Deməli, bizdə uyğunluğu müəyyən edin deyir. Giriş qurğuları və çıxış qurğularının uyğunluğunu müəyyən edəcəyik. Deməli, birinci baxaq proyektor səs ucaldan. Proyektor və səs ucaldan informasiyanı xaric etdiyi üçün aiddir. Deməli, baxaq bir dənə proyektor səs ucaldan çıxış qurğularına aiddir. Götürəcəyik A-nı bura. Klaviatura, siçan, mikrofon hər üçü də informasiyanı daxil etmək üçün istifadə olunur deyə aid eləyəcəyik giriş qurğularına. Sensorlu ekran, joystick, plotter. Bunu heç birinə aid eləməyəcək. Çünki burada sensorlu ekran var. Sensorlu ekran nə girişdi, nə çıxışdı. Həm girişdi, həm çıxışdı bu arada. Həm giriş, həm çıxış qurğusu olduğuna görə bu sıramızı pozur. Sonra burada joystick var. Joystick onsuz da mouse'un növlərindən biridir. Yəni sıçan növlərindən biridir. Plotter də çap qurğusudur. Burada sıramı pozan sensorlu ekran. Bunu heç birinə götürmürük. Printer, monitor, plotter. Təbii ki, bunlar çıxış qurğusudur. İnformasiyanı xaric edir. Bir də baxırıq Y-də web kamera, qrafik planşet, skaner. Bunların hər biri informasiyanı daxil etmək üçün istifadə olunur. Giriş qurğusudur. 1 B-Y, 2 A-D olacaq. C variantı. İkinci suala baxırıq. Deyir 8 üstü 2 plus x byte bərabərdir 256 kilobayt bərabərliyi ilə x-i tapın. İndi burada mən birincisi ona fikir verməliyik ki, hər iki tərəfin ölçü vahidi eyni olsun və hər iki tərəfi 2-nin üstünə gətirəcəm eyni zamanda da. 8-i 2 üstü yazaq burada. 8-i 2 üstü 3 üstü 2 plus x formatında yazıram. 2 plus x. Bunu byte olaraq saxlayıram. Saxladım. Niyə byte olaraq saxladım? Çünki bərabərliyin sağ tərəfini çevirəcəm eyni zamanda byte-a. Çünki kilobaytdan byte-a keçəndə nə edəcəm? 256-nı 2 üstü 8 kimi yazacağam. Bir də byte-a keçmək üçün 2 üstü 10-a vurub byte-a keçirəcəm. Hər iki tərəfi eyniləşdirdim. Deməli, bərabərliyin sol tərəfində 2-nin üstü olacaq. 2 üstü 6 plus 3x bərabərdir. Bu tərəf eləyəcək 2 üstü 18. Artıq mən 2-ni atıb üstlərdən işləyə bilərəm. Yəni 6 plus 3x bərabərdir 18-ə. 3x də bərabər olacaq 12-yə. 3x bərabərdir 12 və x-i də necə tapacaq? X-i də tapacaq 4. X bərabərdir 4. Yəni cavabımız olacaq B variantı. Bizdən x-in qiymətini istəyirdi. İndi gəldik 23-cü suala. Sualda deməli bizdən bir dənə düsturumuzu yazmamız lazım olacaq. Hansı düsturdur? Q bərabərdir. İlk öncə buraya yazaq. Q bərabərdir VT düsturumuz. Q bərabərdir VT. V bizim sürətimizi bildirir, T də zamanımızı bildirir. Amma burada mənə deyir ki, vaxt həcmin bu qədərdir deyir. Amma vaxtın ilk 1/3 hissəsinin ötürülmə sürəti bu qədərdir. Qalan vaxt ötürülmə sürəti bu qədərdir. Verilənlərin ötürülmə vaxtını dəqiqə ilə müəyyən edin. Deməli, iki hissəlidir. Birinci sürətə uyğun birinci zamanım, ikinci sürətə uyğun ikinci zamanım var. Burada baxıram ki, vaxtın 1/3 hissəsi və sürətim də 3 vurulsun 221 bit bölünsün saniyədir. Deməli, mən gəlib düsturumu baxın bu formaya salacağım. Q bərabərdir V1 T1 belə bir düsturum da var. Yəni, əgər bu formada, bölünmüş formada olsa ki, filan hissəsini bu ötürmə sürəti ilə, filan hissəsini bu ötürmə sürəti ilə belə bir düstur çıxardıq. V1 T1 üstə gəlsin V2 T2. Yəni, bu düsturumuz mövcuddur. Deməli, mən bu düsturu tətbiq edəcəm. Q bərabərdir V1 T1 üstə gəlsin V2 T2. Q 240 megabaytdır. Yazıram buradan.
240 megabayt formasında bunu burada saxlamıram. Çünki baxıram bütün digər hissələrdə hamısı bitlə verilib. Ona görə mən burada elə hazır 240-ı vururam. 223-ə. 223-ə yazdıq. Bərabərdir. Bərabərdir. Gəldim. V1-im nə qədərdir? 3 vurulsun 221-dir. Amma mən bunu 3 vurulsun 223 formasına sala bilərəm. Amma belə də saxlaya bilərəm. Hələ gəlin saxlayaq. Deməli, baxdım nə qədərdir? 3-də 1 T-dir. 3-də 1 T. Elə T-ni yuxarıdan yazıram. Yəni 3 bölünsün, T bölünsün 3 formasında qalır da. Bu düzdürmü? Bu da sürəti və nə qədərdir? 3 vurulsun 221. 3 vurulsun 221. Üstə gəlsin, keçdim ikinci hissəyə. Deyir, qalan vaxt. 3-də 1-in geriyə qalan vaxtı nə qədərdir? 3-də 2. 3-də 2 ilə geriyə qalan vaxtım. 3-də 2 T vurulsun 9. Sürətim 9 vurulsun 220-dir. Yazdım. İndi gəlirəm bunları sadələşdirmək. Burada onsuz da bu 3 ilə bu 3 gedəcək. Bu 3 ilə də bu 9 gedib. Burada qalacaq bizdə 3. Sadələşdirək. Yazıram. 240 vurulsun 2 üstü 23 bərabərdir. Burada qaldı 2 üstü 21 T plus. Burada da bunlar ixtisar getdi. 3 vurulsun 2. Deməli, belə bir şey qaldı. Baxın. 3 vurulsun 2 üstü 21 T. 2 üstü 21 T. İndi gəlirəm yenə. Bu tərəfi yenə sadələşdirəcəm. Buranı yenə olduğu kimi saxlayıram. 240 vurulsun 2 üstü 23 bərabərdir. 2 üstü 21-i burada mötərizə xaricinə çıxardıram. 2 üstü 21 T'ni daha doğrusu mötərizə xaricinə çıxardıram. Burada məndə qalacaq 1 plus 3 1 plus 3. Bu da son olaraq mənə nəyi verəcək? Baxın bu hissə. Yazıram. Deməli, bunu hazırlayacaq. 4 vurulsun 221 T. Bu qədər. Artıq bildik də hardan gəldir bu 4. Bu 4. 4'ü də elə 2 üstü 2 kimi yazsam, baxın, 4'ü də 2 üstü 2 kimi yazsam, mənə elə yuxarısı 2 üstü 23 verəcək. Elə gəlirəm, hamısını sadələşdirib, bura 2 üstü 23 T yazıram. 2 üstü 23 T. Aha. Artıq buradan T'ni tapsam, baxın, buradan T'ni tapıram. T bərabərdir, nə olacaq? 240 bölünsün, yazıram. 240 bölünsün 2 üstü 23 bölünsün 2 üstü 23. Məndə nəyi verir? İxtisar gedir. 240 saniyəm qalır yerə. 240 saniyə. Normalda çünki bizim düsturumuzda saniyə ilə daxil. Amma bizdən cavabda baxaq görək. Saniyə ilə mi istəyir, yoxsa dəqiqə ilə mi? Deyir ki, vaxtı dəqiqə ilə müəyyən edin. Təbii ki, 240 saniyəni dəqiqəyə çevirmək üçün 240-ı bölməliyəm 60-a. Çünki 1 dəqiqəmiz 60 saniyədir. 240 saniyəmizi də 60-a bölməklə tapacam ki, bu neçə saniyə, neçə dəqiqəymiş? 4 dəqiqə. Bu formada. Cavabımız olacaq B variantı. Baxaq 24-cü suala. 24-cü sualda deyilir ki, elektron cədvəlin A2 xanasında olan bu düsturu 2 sütun sağa və 2 sətir aşağıya köçürülsə. Deməli, normalda baxın, gerək proqramda göstərək. 2 sütun sağa demək, yəni olduğu sütundan 2 sütun ileriye getməkdir, artırmaqdır. Və bizdə nə deyirdi bir də? Bizdə deyirdi ki, 2 sətirdə aşağıya köçürmək. 2 sətir aşağıya köçürməkdə, baxın, sətirlərin sayını 2 vahid azaltmaq deməkdir. Yəni, həm sütun sayını 2 vahid artırır, 2 vahid sütun sayını,
2 vahiddə sətr sayını artıracaq. Amma düsturumuzdan baxırıq ki, dollarımız olan hissələr var. Dollarlar təbii ki, dəyişməyəcək. Məsələn, düsturuma baxıram, artıq tətbiq eləyirəm düsturuma bu qaydalarımı. 2 sütun, deməli sağa 2 sütun, daha doğrusu 2 sütun artıracam, 2 sətir artıracam. Dollara dəyişməz olaraq qalır təbii ki. Ona görə A variantı çıxdı. Çünki dollar deyirik ki, sabitliyi bildirir. Amma A sütunun yanındakı birinci sətir 2 vahid artıb olacaq A3. A3. Digər variantlarımı da çıxdım. Plus B dəyişməz qalacaq. Baxın, B-nin axı qarşısında dollar var, dəyişmədi. Digərlərinə də yenə baxaq, cavabımız onsuz da çıxdı. Digərlərinə də baxaq, deyir ki, dollar C, təbii ki, dollar C dəyişməyəcək. 1, 2 sətr artıq olacaq. 3 çıxılsın. Dollara dollar 1-də olduğu kimi qalacaq. Yəni cavabımız olacaq D variantı. Aha. Sonra Unicode 25-ci sualda deyir, Unicode kodlaşdırılmasında yazılmış You must learn hard və ASCII kodlaşmasında yazılmış Everything will be okay cümlələrinin informasiya həcmlərinin fərqini bitlə müəyyən edin. Normalda belə bir düsturumuz var. Həcmi tapmaq üçün 2 bərabərdir. Simvol vurulsun bir simvolun tutduğu yer, yəni i. Və Unicode-da simvol sayını sayacağam. Görüm nə qədər simvol var. Baxın, burada yazıram Unicode-a görə. Unicode-a görə görək bunların həcmi nə qədərdir. Unicode-a görə həcm bərabərdir. Sayıram simvolları. 1, 2, 3. Bu arada boşluqda sayılır. 4, 5, 6, 7, 8. Burada arada bir boşluq var. 9, 10, 11, 12, 13, 14. 15, 16, 17, 18, 19, 20. Deməli, bunun 20 dənə simvol var Unicode-da. Unicode-da da hər bir simvol neçə bit yer tutur? 16 bit yer tutur. 16 bit. Bu mənə həcm olaraq 320 bit verəcək. 320 bit. İndi gəlirəm ASCII-ni hesablamağa. Burada yazıram. ASCII-yə görə görək bunun həcmi nə qədərdir? Çünki məndə axırda elə həcmi bitlə istədiyi üçün yəni birbaşa elə bitlə hesablayıram. Deməli, sayıram simvol sayını yenə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22 dənə simvolu var. 22 dənə simvol. İndi bir simvol tutduğu yer, yəni i-ni tapaq. ASCII-də bir simvol tutduğu yer 8 bitdir. 22-ni də 8 bitə vuranda bizə verəcək 176 bit. 176 bit. İndi məndən axırda nə istədi? Həcmlərin fərqini bitlə müəyyən edin. 320 bitdən çıxacaq 176 biti mənə baxaq neçə 144 verməlidir. Bəli. 144 bit verəcək. 144 bit. O da olacaq cavabımız A variantı. Gəldik 26-cı suala. Deyir, belə bir ths-school.exe adlı fayl C diskində testlər qovluğunun içərisində yaradılmış sinif qovluğunda yerləşərsə, faylın tam adı necə olar? Demək, C diskində testlər adlı, baxın, testlər adlı qovluğun içərisində yaradılmış sinif qovluğunun içərisində yerləşərsə. Görürsünüz, 2 variant uyğun olur burada. Amma bizim faylımızın genişlənməsini burada düz verməyib. Ona görə uyğun olacaq cavabımız A variantı. Yəni, şərtə uyğun bir-bir təhlil eləyək. Altından xətt çəkdik, göstərdik ki, hansı qovluq hansının içərisində yerləşir və bu faylımız hansı qovluğun içərisində yerləşir son olaraq və tam adı necədir? Gəldik 27-ci suala. 27-ci sualda deyilir ki, verilmiş alqoritm fraqmentin blok sxem təsvirində ən az neçə məntiqi bloka ehtiyac var? Yəni deyir ki, biz bunun alqoritmini qursaq, blok sxem şəklində təsvir etsək, biz neçə dənə şərt blokundan, yəni məntiqi blokdan istifadə etməliyik?
Təbii ki, baxıram ki, burada bir-birindən fərqli 3 dənə rəqəmimiz var. Normalda deyirdik ki, əgər belə bir misal versə bizə və ədədlərimiz eyni olsa, məsələn, x kiçikdir 1 və yaxud da x böyükdür 1 versə, deyirdim ki, burada verilən say nə qədərdirsə, ondan bir vahid az şərt bloku istifadə edirik. Amma burada bir-birindən yəni fərqli ədədlər olduğu üçün artıq o qaydanı tətbiq edə bilmirəm. Baxıram ki, burada x-in 4-dən kiçik olma halı var. Üstümə. X-in bilirəm ki, x 4-dən kiçikdir. Daha doğrusu x 4-dən kiçikdirsə, gəlib baxın, bunu hesablasın. Düşürəm aşağı. Deyirəm ki, zaten x-in 4-dən kiçik olmadığı halda bilirəm ki, ya x 4-dən böyük olmalıdır, ya da bərabər olmalıdır. Yəni bir də o halı götürüb hesablamama ehtiyac yoxdur. Sonra baxıram bura. Bir də axı fərqli bir ədəd var burada. X-in 6-dan kiçik olma halı. Bir də buna götürürəm ikinci şərt kimi. Deyirəm ki, x 4-dən kiçik deyilsə, əks halda x kiçikdir 6-nı hesablasın. Sonra baxıram ki, onsuz da x kiçikdirsə 6-dan, artıq başqa yəni bir şərtim yoxdur. Bir də bir fərqli rəqəmimiz var. X-in 7-dən kiçik olma, böyük olma halı. Yəni bir sözlə bunun blok sxemini quranda mən bunun blok sxemini belə qurmalıyam. Birinci bu şərti verməliyəm. Baxın, bu şərti verdim. Hansı şərtimiz idi birinci? X-in 4-dən kiçik olduğu hal. X deyir 4-dən kiçikdirsə, X 4-dən kiçikdirsə, hər qolunda. Gəlsin, baxın, bunu hesablasın. Yəni nəyi? Y bərabərdir x kvadratı plus 2-ni. Y bərabərdir x kvadratı plus 2. Hı. İndi deyirəm ki, ola bilər ki, x 4-dən kiçik deyil. Yox halında düşsün hansı ikinci şərtimi yoxlasın. Deyirəm ki, baxın, burada x böyükdür 6 qeyd olunub deyə. Çünki axı x-in 4-dən, baxın bir də belə təkrarlayıram. X-in 4-dən kiçik olmadığı hal, ya x-in 4-dən böyük və bərabər olduğu haldır. Düzdürmü? O halı amma nəzərə almıram. Deyirdim ki, çünki ədədlərim eyni olanda ən azı birini və yaxud da ikisini götürməyim bəs eləyir. Baxıram ki, elə burada x kiçikdir 4 şərtini verib, aşağıda da x böyükdür 4 şərtini verir. Deyir, onsuz da sən x böyükdür, x kiçikdir 4-dən istifadə eləmisənsə, onsuz da baxan kimi bilirsən ki, bunun əks halı x-in 4-dən böyük olma halıdır. Yəni bunu bir də burada yazmağına ehtiyac yoxdur ayrıca. Amma bunun içərisində x-in 6-dan kiçik olma halı da var. Bu tamam başqa bir anlayışdır. Ona görə mən deyirəm ki, mənim ikinci blokum x kiçikdir 6-ya görə mən bundan istifadə etməliyəm. Baxın, deyir bu şərtim burada ödənməlidir. Deyirəm ki, bunun ödəndiyi hal hər qolunda. Bunun ödəndiyi halda da nə edəcək? Y bərabərdir. Y bərabərdir 2x plus 5-i hesablasın. 2x plus 5. 2x plus 5. İndi üçüncü şərtimi yoxlamağa baxaq, ehtiyac varmı yoxsa yox? Bəli, ehtiyac var. Çünki yenə fərqli bir ədəd verib. X böyükdür 7 var burada. Necə olsaydı üçüncünü yazmağa ehtiyac yox idi. 6 və 4-dən ibarət, məsələn, x böyükdür 6 yazsaydı, məsələn, burada artıq mən o heç blok sxemi yazmağa ehtiyac olmayacaqdı, şərt blokumu bir də yazmağa. Çünki artıq deyir ki, x 6-dan kiçik deyilsə, onda avtomatik artıq sən bilirsən ki, x 6-dan kiçik deyilsə, x 6-dan böyük olmalıdır. Onsuz da yazıb bir də blok sxemi uzatmağa nə ehtiyac var? Amma burada blok sxemdə yox qolunda mən düşüb üçüncü şərtdə yoxlamalıyım. Çünki tamam fərqli bir ədəddir. Yəni deyirəm ki, bu şərtlə mütləq yoxlamalıyım. Çünki əks halında bu axı əks halı belə deyək də, mən bilmirəm bu nədir. Tamam fərqli bir ədəddir axı dediyim kimi. Yenə hər qolunda düşsün, nəyi hesablasın? Y bərabərdir. X kubu çıxılsın 2-nə. X kubu çıx 2. Belə. Artıq bunda da təbii ki, şərtimiz yoxdur. Hamısını birləşdiririk, aparıb, yəni e, sona çıxardırıq. Yəni belə.
Dediyim kimi, bunu təbii ki, bu formada blok sxem özünüz quraraq da həll edə bilərsiniz ki, görüm ən az neçə dənə şərt blokundan, bu arada 3 dənə şərt blokundan təbii ki, istifadə elədik. Yəni, bunu özünüz üçün belə qrup da baxa bilərsiniz dəqiqliyinə və yaxud da dediyim kimi, əgər görsəz ki, bir misalın içərisində 3 dənə fərqli-fərqli, məsələn, ədəd verib sizə 4, 6, 7 kimi, təbii ki, burada belə bir mənanı çıxartmalısınız ki, özünüz üçün. Əgər fərqli-fərqli ədədlərdirsə, mən deməli bunların hər birinin şərtini yoxlamağa məcburam. Çünki bir-biri ilə əlaqəli ədədlər deyil. Silək blok sxemimizi artıq yer tutmasın burada. Aha, gələk baxaq 28-ci suala. 28-ci sualda nə deyir? Deyir, m bərabərdir 2 olarsa, alqoritm icrası nəticəsində s dəyişənin qiyməti neçə olar? Baxıram, n buradadır, s bərabərdir n-dir. Aha, yaxşı, deməli. Deməli, S-ə n-in mənimsədir burada bu arada. S-ə n-in qiyməti mənimsədir. Yəni, S-ə n-in 2 qiyməti mənimsədildi. Düşdüm aşağı. Deyir, i 1-dən 5-ə qədər qiymətlər alır. 5-ə qədər. Çünki sayğaclı modifikasiyalı dövrümüzdə i-nin aldığı qiymətlər neçədir? 1 qiymətini alacaq birinci, 2 qiymətini alacaq, 3 qiymətini alacaq və 4 qiymətini alacaq 5-ə qədər. Bunu niyə yazırıq? Çünki bu bizə dövrün neçə dəfə davam eləyəcəyini göstərir. Baxıram ki, i 4 dənə qiymət alırsa, deməli dövrümüz 4 dəfə davam edir. Bura yazıram. 4 dəfə davam edəcək dövr. Dörd dəfə davam edir. Nəyimiz? Dövr. Yazdıq bunu da. Dövr. Aha, düşdük artıq. Deyir n-i bir vahid artır. N-im neçə idi? N-im 2 idi. Bir vahid artırdım, oldu 3. Və deyir S-lə N-in cəmini tap. S-imi də 2 mənimsətmişdim. N-in öz qiyməti hal-hazırda artdı, oldu 3. Yəni dəyişənlərdir bunlar. Ona görə son qiymətləri ilə hesablayıram. 2-nin üzərinə N-in son qiymətini gələndə mənə 5 qiymətini verəcək. 5. Gəldim. Baxın, bu məndə dövrün gövdəsini bildirir ki, yəni dövrüm neçə dəfə təkrarlanır. Demək, dövrüm bir dəfə yerinə yetirildi. Aha. Keçdim, düşdüm ikinci dövrə. 3-ü bir vahid deyir artır. Oldu 4. Və deyir S-in son qiymətindən, yəni 5 qiyməti ilə N-in 4 qiymətini, yəni sonuncu qiymətini toplayanda sənə nə verir? 9. Buradan gəlib qalxsam yuxarı, bu mənim ikinci dövrümü yerinə yetirir. Düşürəm aşağı, üçüncü dövrümə baxıram. Daha doğrusu üçüncü dövrün hələ hesablanmasını edirəm, sonra qalxıb üçüncü dövrümü yerinə yetirəcəm. Deməli, 4 bir vahid artır, olur 5. 9 ilə da 5-in, yəni S ilə N-in son qiymətini hesablayanda mənə verəcək 14. Burayla qalxanda mənə artıq üçüncü dövrümü verdi. Düşürəm aşağı, aşağı düşdüm. Deyir 5 bir vahid artıb olacaq 6. Düzdürmü? 6 oldu. 14 ilə 6-nı da toplayıram. Mənə S-in son qiyməti 20 verdi. İndi bu da qalxdım, oldu 4-cü dövr. Və bir də düşürəm aşağı, görüm digər deməli deməli bu olacaq artıq 7. 7. Bu olacaq bu da olacaq 27 normalda. Amma biz bir də qalxanda biz 5-ci dövrümüzü axı yerinə yetiririk. Bizdə 5 dənə dövr yox idi. Bizdə 4 dənə dövr var idi. Deməli 1, 2, 3, 4. Dövrümüzün 4 dəfə davam etdiyini bildirir bu bizə, düzdürmü? Düşdüm aşağı, birinci hesabladım, 3, bu oldu, 3 ilə 2-ni topladım, 5. Qalxdım, bu mənim birinci dövrüm. Çünki mən hələ dövrə girməmişdim də, yəni birinci bura düşmüşdüm. Dövrə girəndə, qalxanda bu mənə birinci dövrümü verdi. Sonra 5 ilə 4-ü cəmlədim. Daha doğrusu 4 oldu. 5 ilə 4-ü cəmlədim, 9 verdi. Qalxanda bu mənə ikinci dövrümü verdi. Sonra eee, sonra bu bir vahid artdı, mənə 5 verdi. Düzdürmü? 5 verdi. Bir dənə bunu dəqiqliklə yoxlayaq. Hə, hesabladıq. Hesabladıq. Hə, 5 dəfə dövrüm davam eləməməlidir. 4 dəfə dövrüm davam eləməlidir və bir vahid elə harda qalmışdı? Son olaraq
Dördüncü dövrümdə getməmişdən qabaq 6 olmuşdu enim. S-lə də eni cəmləmişdi 14-ün altını mənə son olaraq 20 cavabını verdi. Düzdürmü? Və mən yuxarı qalxanda artıq dördüncü dövrümü tamamladım. Amma mən düşüb bir də hesablasaydım və bir də qalxsaydım artıq o 5-ci dövr olardı. Ona görə aldıq S-in son qiymətini nə? 20. 20. Aha. Mən burada bir dənə səhvliyimi gördün. Çünki niyə? Bu mən yazmışam düzdür. İ almalıdır 1, 2, 3, 4 qiymətən normalda. Hə, belə olmalıdır. Amma bir dənə bir şey var. Məndə içəridə axı i-nin hesablanmağı nəzərə alınmayıb. Yəni i-nin hesablanmağı nəzərə alsaydı, həmən bu qaydanı burada tətbiq edə bilərdim. Amma içəridə i yoxdur. Ona görə bu i 1, 2, 3, 4, 5 yəni bu mənə dövrün 5 dəfə davam etməyini göstərir. Amma yox, dediyim kimi i-nin içəridə hesablandığı bir məqamda olsaydı, hə, onda mən deyərdim ki, i-nin məsələn 1-dən 5-ə qədər qiymətlərini hesabla. Ona görə mən bunu düzəliş verirəm. Bayaq elə düz hesablamışdıq. 5 dəfə davam edir dövr. Yəni 5-ci dövrümdə də bu gəlib 7 olacaq. Bu da hə, toplanıb olacaq 27. Gözümdən qaçmışdı. Gördüm nəsə bir səhvlik var, onu düzəltdik. Bu da bizim 5-ci dövrümüz. Dediyim kimi, yəni bu formada göstərilirsə, dövrün 5 dəfə davam edir mənasına gəlir. Çünki i 1-dən başlayır, 5-də bitir. Deməli cavabımız 27 olacaq. E variantı. 29-cu suala baxırıq. 29-cu sualda deyilir ki, kompüterə yeni qurğular qoşularkən sistemin drayverləri avtomatik tapıb yüklənməsini, qurğunun avtomatik sazlanmasını təmin edən texnologiya necə adlanır? Bu nəzəri bir sualımızdır və bu texnologiyamızın adı tapıb yüklənməni, qurğunun avtomatik sazlanmasını təmin edən texnologiyamız adına plug and play texnologiyası. C variantı. Gəldik, deyir 30-cu sualda. Slaydların nümayişi zamanı nümayişdən imtina etmək üçün hansı düymədən istifadə olunur PowerPoint proqramında? Bu Escape düyməsidir. Yəni biz məsələn slayda daxil olmuşuqsa, slayd nümayiş olunur və biz slayddan çıxmaq istəyiriksə, imtina etmək istəyiriksə, Escape düyməsini vurmaqla biz slaydın nümayişini dayandırıb, yəni slaydın nümayişindən çıxa bilərik. Hansı düymə vasitəsilə? Escape, yəni ESC düyməsi vasitəsilə. 31-ci sualda deyilir ki, aşağıdakılardan hansı kompüter şəbəkələrində istifadə olunan kabel tiplərinə aiddir? Kabel tiplərinə. Bəli, kompüter şəbəkələrində biz koaksial kabellərdən, optik lifli kabellərdən və burulmuş cüt kabellərdən istifadə edirik. Ona görə cavabımız olacaq C variantı. Gəlirik 32-ci suala. Deyir, bir kimsənin bir sənədin məzmununu görmədən bilmədən imzalamasına imkan tanıyan rəqəmsal imza protokoluna deyilir. Bu cür imzada riskli nəticələrlə qarşılaşılması mümkündür. Bəli, deyir ki, əgər bir sənədin məzmunu görmədən, bilmədən imzalanmasına imkan tanıyan rəqəmsal imza protokolu və deyir ki, bu imza protokolu riskli nəticələrlə qarşılaşması mümkündür. Təbii ki, kör imza. Baxaq digər variantlarda nə var? Mexaniki, inkar edilə bilməyən imza, tələ imza və yox. Doğru adımız kör imzadır. Yəni buna deyilir imzanın hansı növüdür? Kör imza növümüzə aiddir. 33-cü sual. 33-cü sualda deyilir ki, MS Excel 2019-da xananın adını dəyişmək üçün hansı tab və əmrdən istifadə olunur? Baxaq, biz normalda xananın adını dəyişmək üçün formula hissəsindən, yəni formula tabundan istifadə edirəm. Define name, bəli, define name deməli, əmrin vasitəsilə bunu yerinə yetirirəm. Gəlin onu da göstərək. Baxın, gəlirəm formulas. Formulas hissəsindən baxın, define name-ə vururam. Baxın, normalda mənim xanamın adı C3-dür. C3 xanasının üzərindəyəm deyə xanamın adını C3 göstərir. Mən gəlib burada define name edəsəm, deyəcək ki, yəni xanana yeni ad təyin elə. Məsələn, mən deyirəm ki, magistr xanası etmək istəyirəm bunu. Magistr. Okey, vururam. Baxın, xananın adı dəyişdi, oldu magistr xanası. Ona görə də bəli, formula tabından define name əmrini icra etməklə biz bunu yerinə yetirə bilərik.
34-cü sual. 34-cü suala deyir ki, həkim tip antivirus proqramlarının əsas funksiyası nədir? Həkim tip antivirus proqram. Aha, antivirus proqramlarının həkim tipində görək bunun əsas funksiyası burada verilənlərdən hansı ola bilər? Deyər icra olunan proqram fayllarına, rezident proqramların yerləşməsinə, diskin yükləyici sektoruna nəzarət edir, təhlükəli əməliyyatları izləyir. Xeyr, bu həkim tip antivirusa aid deyil. Əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir. Bu da həkim tipi antivirus proqramlarımıza aid olan bir anlayış deyil. Virusların aşkar edilməsinə və zərərsizləşməsinə imkan verir. Bəli, bu həkim tipi antivirus proqramlarımıza aid bir anlayışdır. Bəli, həkim tipi antiviruslar həqiqətən də virusları aşkar edir və aşkar etdiyi virusları da zərərsizləşdirir. Digərləri də digər tip antivirus proqramlarımıza aiddir. Çünki antivirus proqramlarımızın bir neçə tipləri var. Təbii ki, burada verilənlər də digər tiplərimizə aid olan əsas funksiyalara aiddir. Aha, belə. 35-ci sual. 35-ci sualda deyilir ki, slayd obyektlərinə verilmiş animasiya effektlərinin start, yəni başla formalarına hansılar aid deyil? Slayd obyektlərinə verilmiş animasiya obyektlərinin animasiya effektlərinin. Aha, deməli biz əgər obyektlərə animasiya veririksə, animation tabından istifadə edirik. Bu da bizə deyir ki, obyektə animasiya effektlərini vermisənsə, onların başla formalarına hansıları aid edə bilməzsən. Deməli, aha, deməli burada slaydın ümumiyyətlə obyektin əgər üzərinə mən animasiya effekti vermişəmsə, o mən deyirəm ki, o necə formada başlaya bilər? Yavaş formada başlasın onun animasiya effekti, yəni slow formada başlasın. Aid deyil. Aid deyilləri soruşur. Başqa hansılar aid deyil? Ha, elə odur. Yəni animasiya effekti yavaş, sonra deməli orta və sürətli. Yəni bunlar slayd obyektlərinə verilmiş animasiya effektlərinin başlama forması deyil. Bu yavaş, orta, sürət. Amma digərləri, məsələn, deyir, with previous əvvəlki ilə, yəni 1, 4, 6 aid deyil. İndi digərlərinə baxaq aid olanlara. With previous, on click və after previous. Bəli. Bu nə deməkdir? Bu with previous, on click və after previous. Bunlar aiddir. Bizim obyektlərimizin animasiya effektlərini başlatmaq üçün. Bunların da mənası nədir? Baxın, biz təsəvvür edin ki, 2 dənə fiqurumuz var. Bir kvadrat fiqurumuz var, bir üçbucaqlı fiqurumuz var. Mən gəlib, baxın, PowerPoint açın, buradan göstər. Gəlirəm bura. Gəlirəm bura, baxın. 2 dənə fiqur əlavə edirəm. Burada belə başa salım. Bir də qaydacıq testimizə. Bir də üçbucaq. İndi mən gəlib animation hissəsinə vursam və bunlara animasiya versəm, baxın, buna bir animasiya verirəm, bir də buna animasiya verirəm. Fikir versəniz burada animation tabında, baxın, timingin içərisində belə start deyə bir hissəmiz var. Bayaq bizdən soruşduğu hissədir start. Deyir, bunları necə başladıla bilər. Bax, starta vursam 3 dənə əmr açılır burada. On click, with previous, after previous. Gəlin bunu testlə də əlaqələndirək elə. Yəni deyir ki, with previous eləsən nə baş verir? With previous o deməkdir ki, yəni sənin
Məsələn, verdiyin animasiyada iki dənə fiqura animasiya vermirsən. Biri digərindən, daha doğrusu, viz previous eləmək bircə bunların animasiyasını başlatmaq deməkdir. Deyirsən bunları animasiya versən ikisinə də və viz previous əmrini icra etsən, bunların ikisi də eyni anda animasiya şəklində, yəni animasiyaları bir yerdə bunların başlayacaq. Amma after previous versən, sənin hər hansı bir fiqurunun animasiyası digərindən sonra başlayacaq. Budur. Və yaxud da kliki vursan, deyəcək ki, sən hansının üzərinə klik eləsən, hansı fiqurun, yəni hansı obyektin üzərinə klik eləsən, onun animasiyası başlayacaq. Yəni aid olanlar with previews, on click, after previews'dur, amma aid olmayanlar slow, medium, fast. Bunlar yəni başlamasına aid deyil bu. Başlama formatına aid deyil. Bizdən də aid olmayanları soruşur, ona görə B variantı. Gəldik 36-cı suala. Deyir, Excel proqramında aşağıda verilmiş şəklə əsasən A2, C2 diapazonu seçilmiş və ardından insert chart pay əmri icra edilmişdir. Nəticədə aşağıdakı kimi bir diaqram yaranmışdır. Diaqrama əsasən C1 xanasının qiyməti. Baxaq diaqramımıza. Aha, diaqramımız deməli bu formadadır. Baxın, yuxarıda verilmiş şəkil. Və deyir ki, məndəki bu diaqram A2, C2 diapazonunu əhatə edir. Yəni, onunla əlaqələndirilib. İndi mən burada, baxın, belə bir şey yazacağam. C1-imdə heç bir qiymət yoxdur. X-dir və mən bu X-i tapmalıyam. Deməli, baxın, mənim bu diapazonum mənim bu fiqurumu əhatə edir. Fikir versəz, diapazonda hansı diapazondur? A2, B2, C2. Yəni, bu da deyir ki, sənin bu diaqramında 3 hissəyə bölünüb. Deməli, A2, B2, C2 uyğundur. Biz bu qaydanı bilirik ki, normalda biz diaqramlarımıza necə baxmalıyıq? Saat əqrəbi istiqamətində baxmalıyıq. Əgər saat əqrəbi istiqamətində baxıramsa, deməli birinci baxın dedik buralarda nə var? Bu A2-nin qiymətidir buradakı. Bu buradakı B2-nin qiymətidir. Buradakı da C2-nin qiymətidir. Və saat əqrəbi istiqamətinə baxsam, bura birinci sıraya düşür. Bura ikinci sıraya düşür. Bura da üçüncü sıraya düşür. Yəni bura uyğun olacaq A2-nin qiyməti. A2. Bura uyğun olacaq B2-nin qiyməti. B2-nin qiyməti, burada uyğun olacaq C2-nin qiyməti. Niyə bunu yazdıq? Çünki bunu əvvəldən qeyd edirəm ki, baxıram 20, 40, 40%-dir. 2 dənə 40%-lər var. Mən yəni məsələmi asanlaşdırmaq üçün edirəm bunu. Deyirəm ki, A2-yə 20% verib, amma B2 ilə C2-yə 40% veribsə, bu deməkdir ki, B2-nin qiyməti ilə C2 xanasının qiyməti nədir? Bir-birinə bərabər olacaq. Yəni mən bu qanun uyğunluğu buradan özümdən çıxardıram. Onda mənə heç A2 lazım deyil. Bunu çıxartdım buradan. Bu qanuna uyğunluqla gedəcəm ki, B2 C2-yə faizlər bərabərdirsə, deməli buradakı qiymətlər də bir-birinə bərabər olacaq. Elə bu qanuna uyğunluqla götürəcəm. Gəlirəm B2-nin qiymətini hesablamağa. Baxın, hesablayacağım burada B2-nin qiymətini. B1-im neçədir? 4. 4-ü 2-yə vuranda 8. 8-in üzərinə A1-in qiyməti 2-ni gələndə mənə verir 10. Onu da çöldə yenə B1-in qiymətinə vursam 4, bu mənə 40 qiymətini verəcək B2. Bərabər eləyəcəm dedim nəyə? C2-nin qiymətində. İndi burada yazacaqlarım C2-nin qiymətidir. Deyir A1 vurulsun C1. A1-im 2-dir. C1-ə də vuranda bu mənə X verir. 2 vurulsun X mənə bu içəri verdi. Baxın 2X-i. 2X. Üstə gəlinsin B1-in qiyməti. B1-im də neçədir? 4-dür. 2X plus 4 mənim mötərizəmin içərisində qaldı. Vurulsun A1-in qiymətinə deyir. Nəyə? 2-yə. Aha. İndi mən bunu belə açıq formada yazacağam. 2 vurulsun, 2x plus 4-dür da mötərizənin içərisində qalan. Düzdürmü? Yerinə qoymuşuq ədəddə. Bu mənə verəcək mötərizənin içərisində vurub açsam 4x plus 8. 4x plus 8. Aha, heç nə. Buradan da 4x bərabər olacaq. 40 çıxılsın 8, 32-yə. 32, x də bərabər olacaq 8. Deməli, bir dənə qanuna uyğunluq çıxartdıq özümüz üçün. Yəni, qaydamıza uyğundur təbii ki. Və dedim ki, B2 ilə onda C2-nin qiymətini gəlim elə birbaşa bir-birinə bərabər eləyim. Elə buradan x-imi rahatlıqla tapım. Tapdığım bu x-də nəyin qiymətidir? Bax, burada C-nin qiymətidir. Tapdım 8. Məndən də elə nəyin qiymətini istəyirdi? Deyirdi ki, C1 xanasının qiyməti müəyyən edin. Yəni, 36-da olacaq B variantı 8.
37-ci sual. Data Access 2019 proqramda hansı verilən tipi avtomatik artmaq xüsusiyyətləri olan ədədləri saxlamaq üçün istifadə olunur? Təbii ki, deyirsə ki, avtomatik artmaq xüsusiyyəti olan ədədləri saxlayır. Təbii ki, Access-də hansı verilən tip olacaq? Auto number verilən tipimiz olacaq. A variantı. 38. Deyir ekranda təsvir verilib. Bu nöqtədən ibarət və təsvir Truecaller kodlaşma sistemində yazılıbdır. Kompüterin yaddaşında nə qədər yer tutar? Baxıram ki, hələ cavablarıma fikir vermirəm. Birinci gəlin hesablamamı yerinə yetirim. Normalda bizim qrafik informasiya üçün olan düsturumuz, baxın bu düsturdur. Q bərabərdir, yəni həcm bərabərdir. A vurulsun, B vurulsun, N. Burada AB bizim N'də uzunluğunda olan nöqtələrin sayıdır. N'imiz də rəng dərinliyidir. Deməli, mən düsturda A budur, B budur. Bunları bilirik. Amma mənim rəng dərinliyimi çıxartmaq üçün True Color rəng palitramdan rəng dərinliyimi çıxartmalıyam. Və qrafik təsvirlərdə belə bir düsturum da var. Böyük N bərabərdir 2 üstü N düsturu. Buradakı böyük N'imiz nə? Böyük N'imiz rənglərin ümumi sayı da deyirlər, rəng palitrası, rəng çaları. Bu bizim böyük N'imizi bildirir, amma 2-nin üzərindəki N rəng dərinliyimizi bildirir. True Color 224 rəng palitrasına məxsusdur. 224 rəng palitrasına. Onda buradan belə çıxır ki, kiçik n-imiz, bax, bu 2-nin üzərindəki 24-dür. Yəni, kiçik n-imiz nəyə bərabərdir? Kiçik n-imiz bərabərdir 24 bitə. 24 bit. Bunu çıxardıq. Gəlin düsturda hər birini yerinə qoyub Q-nü, yəni həcmini hesablamaq. 128-i yazacağım, yəni A-nı, yəni 128 daha. 128 yazacağım 207 kimi. Vurulsun. 256-ını da yazacağım 208 kimi. 24-ü də parçalayıb, yəni normalda bura 24 bit olmalıdır da yazmalıyım. 24-ü də parçalayıb 2 üstü 3, yəni 8 vurulsun 3 kimi yazacağım. 2 üstü 3 vurulsun 3 kimi yazıram. Mənə neçə bit verir? Bu mənə verəcək 3 vurulsun 2 üstü 7, 8, 15, 15, 3, 18. 2 üstü 18 bit verir. Aha, indi mən baxıram ki, cavablarda məndə müxtəlif ölçü vahidlərimiz var. Baxıram nəyə çevirsəm daha əlverişli olar. Deməli, elə kilobayta çevirsəm olarmı? Kilobayta çevirsəm də olar deyə düşünürəm. Birinci gəlin yoxlayaq görək, kilobayta çevirsək cavab verirmi mənə? Kilobayta çevirmək üçün 213-ə bölmək lazımdır bunu, 213. Deməli, bu 213-ə bölünür, 213-lə bunun 18-i gedir, burada qalır 5, burada qalır, deməli. 5, 2 üstü 5 mənə 32 verir. 32. Gəlin elə buradan da yazaq. Görək. Yəni, bu mənim yuxarıda qalacaq. 32 vurulsun 3. Bu da mənə nə verəcək? 96 verəcək. Baxın, 96 verəcək. 96 kilobayt verəcək. Bəli, baxın, belə cavablardan var. Olmasaydı, təbii ki, megabaytı çevirərdik. Görək megabaytla alınır və s. Yəni, bir-bir yoxlayacaq. Ona görə cavabımız oldu kilobaytla D variantı. Gəldik 39-cu suala. 39-cu sualda nə deyilir? Deyir, File Explorer pəncərəsində verilmiş fraqment hansı taba aiddir? Windows 10-dan söhbət gedir. Bu Navigation Pane'dir. Panes, daha doğrusu lent qrupunun içərisində olan əmrlərdir. Və Panes lent qrupumuz bizim Windows 10-da View pəncərəmizdə yerləşir. Daha doğrusu View tabımızda, daha doğrusu View tabımızda yerləşir. Windows 10-dan söhbət gedir. Bəli. Panes lent qrupumuz harda yerləşir? View tabımızda yerləşir. Aha. Baxaq, bu nədir? Verilənlər bazasına aid olan bir sualdır. Deyir, verilənlər bazası strukturuna əsasən F kəndinin hansı ölkədə? Aha, F kəndinin hansı ölkədə? Bizdən bunun ölkəsini tapmağımız lazımdır. Bir də hansı qəsəbəni tapmaq lazımdır. F-dən söhbət gedir amma. Baxıram ki, bizdə F kənddir də özü, düzdürmü? F kəndini gəlirəm bura. Bax, kəndlərin içərisində F-i axtardım, tapdım.
Deyirəm bu kəndin ID-si bax 78923-dür. Mən deyirəm ki, həmin bu ev kəndinin birinci hansı ölkədə olduğunu tapmalıyam. Ev kəndinin nömrəsi 78923 idi. Baxın, gəldim dedim bu kəndin ölkəsi haraymış? Y imiş. Bunun ölkəsini tapdım. Y ölkəsi. İndi deyir ki, bunun qəsəbəsini də tap. 78923-ün qəsəbəsini tapmaq üçün. Aha, bunun demək hansı şəhərə məxsus oldu? Daha doğrusu ölkəyə məxsus oldu. Y ölkəsinə məxsus oldu. Y ölkəsinə məxsus oldu. İndi qəsəbələrə baxıram. Qəsəbələrə. Hə, burada verdim. 78923-ün qəsəbəsinin adı biri S-dir. Bir də qəsəbəsinin adı D-dir. Aha, tapdıq. Deməli, ölkəsi oldu. Y yuxarıda tapdıq. Bir qəsəbəsi oldu bunun S, bir qəsəbəsi də oldu D. Y, S, D. Varmı? Bəli. Y variantında. Keçənci sualımızda, 40-cı sualımızda olacaq Y variantı. Gəldik 41-ci sualımıza. Deyir, 807 onluq ədədini 16-lıq say sistemində təsvir etdikdə neçə rəqəmli ədəd alınır? Gəlin birinci bu 8 üstü 7-ni 2-nin üstü şəklində təsvir edək. Bunu 2 üstü təsvir edəsəm 8-i 2 üstü 3 üstü 7 formasında yazmalıyam. Bu mənə verəcək 2 üstü 21-i. 2 üstü 21. İndi mənə əgər deyirsə ki, 16 say sistemində təsvir etmək lazımdır. Mən gəlib bunu, baxın bu formaya salacağam. Ki, ən azından mən bunu 16 üstü nəyəsə gətirə bilim deyə, mən birinci salmalıyam 2 üstü 4 üstü neçə formatında. Deyirəm ki, mən bunu 2 üstü 4 üstü ən maksimum 2 üstü 4 üstü 5 yaza bilərəm. Amma baxın bu 2 üstü 20 verəcək bizə. Axı bizdə ədəd 2 üstü 21-dir. Deyirəm 2 üstü 1-im qalıb da bir dənə bunu tamamlamaq üçün. 2 üstü 1-i də gətirib yazıram bura. Baxın mənə necə bir ədəd verdi. Bu mənə verir 2 vurulsun. Mötərizənin içi 16, bir də mötərizənin xaricində üstü 5. Artıq mən bu ədədi 16-nın üzərinə gətirdimsə, deməli 16-lıq say sisteminə gətirmişəm. Bu bilirsiniz nəyə oxşuyur? Biraz həmin məsələn tutaq ki 16 say sistemindən necə ki 10-luq say sisteminə keçirdiyi açıq yazılış forması bax bu formaya düşdü. Bu mən gətirdim 16-lıq say sisteminə. İndi mənə deyir ki, neçə rəqəmli ədəd alınar? Bu 16-lıq say sistemində başladığı rəqəm 2-dir. 2. 16-nın üzərindəki bu 5 ədədi də ardında sıfırları saydır. 2, 3, 4, 5. Bu da 16-lıq say sistemi. Bax, bu ədəd belə təsvir olunur. Yəni 2 ardında 5 dənə 0 mənə neçə rəqəmli ədəd verir? 6 rəqəmli ədəd verir. Yəni cavabımız olacaq 6. Baxaq 42-ci suala. 42-ci sualda deyilir ki, mətn prosessoru üçün doğru olmayan mülahizələri müəyyən edin. Bir də deyir, mətni Word-lə söhbət gedir. Mətni bir neçə sütunlara ayırmaq üçün insert lent tabından istifadə edilir. Insert lent tabından istifadə edilmir. Mən gəlirəm layout tabıma. Layout tabında columns əmri vasitəsilə mən mətni bir neçə sütuna ayıra bilərəm. Burada əmrlərim var. Deməli, 1 səhv. 2-yə baxıram. Deyir ki, eyni zamanda iki sənədin ekranda göstərilməsi window lent qrupundan təyin edilir. Bəli, window lent qrupundan təyin edilir. Bu da viewdadır. Baxın. Yəni, iki fikri doğrudur. İşte deyir, sənədə footnotes review lent tabından əlavə edilir. Xeyr, sənədə footnotes review tabından əlavə edilmir. Reference tabından əlavə edilir. Ona görə 3 fikri səhvdir. Seçilmiş sözün hecalanması formatı page setup lent qrupuna təyin edilir. Bu düzdür. Abzasın sətirlərin nömrələnməsi home tabından təyin edilir. Xeyr, home tabından təyin edilmir. 5 səhvdir. Müxtəlif əməliyyatları bir prosedurda birləşdirməyə xidmət edən makroslar view lent tabında yazılır. Xeyr, 6 da səhvdir. Daha doğrusu 6 doğrudur. Yəni bizdən səhvlər istəyirdi. 1, 3, 5 bizim səhv cavabımızdır. 43-də deyir, tətbiqi proqramları seçin. Tətbiqi proqramlar insanların istifadə etdiyi əsasən proqramları bura aid edirlər. Məsələn, mətin redaktorları tətbiqi proqramıdır. Amma əməliyyat sistemi sistem proqramı təminatına aiddir.
Antivirus proqramları da sistem proqram təminatına aiddir. Çünki baxın, əməliyyat sistemi, antivirus, arxiv proqramı, bunlar hamısı kompüter üçün lazımdır. Yəni insanın istifadəsi üçün lazımlı olan proqramlar deyil. Sırf insan üçün lazım olan proqramları seçirəm. Məsələn, qrafik redaktorlardır. Utilitlər də aid deyil. Çünki utilitlər xidməti proqramlara aiddir. O da sistem proqram təminatının içərisindədir. Oyun proqramları da aiddir. Arxiv adlar dediyimiz kimi aid deyil və aid olan tərcümə proqramları, yəni 1, 4, 6, 8 tətbiqi proqramlara aiddir. Gəldik 44-cü sualda. 44-cü sual ASCII-dən söhbət gedir və ASCII-də kodlaşdırılmış aşağıdakı bir məlumatımız var. Söhbət ASCII-dən gedirsə, ASCII-də bilməliyik ki, bir simvol 8 bit yer tutur. Bir simvol 8 bit yer tutur. Və ona görə də biz burada verilmiş kodları, yəni 0-1-dən ibarət olan kodumuzu sağdan sola doğru 8-8 ayıracaq. Ayıraq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8, 8 ayırdıq. İndi deyək, məlumat 5 simvoldan ibarətdir. Bəli, baxaq. 1, 2, 3, 4, 5 dənə simvoldan ibarət. Bu fikir doğrudur. Amma bizdən doğru olmayanları soruşur. Deməli, 5 simvoldan ibarətdir. Bəli, ibarətdir. Bir doğrudur. Məlumat 2 simvoldan ibarətdir. Yanlışdır. Yanlış, doğru olmayan fikirdir. Məlumat yaddaşda 5 bit yer tutur. Xeyr, dedik bayaqları düstur yazmışdıq. 2 bərabərli simvol vurulsun, bir simvolun tutduğu yer. İndi ASCII-də neçə simvol ayırmışam? 5 dənə simvol ayırmışıq. ASCII-də hər bir simvol üçün ayrılan bit sayı nə qədər? 8 bit. Bu da bizə 40 bit həcmini verir. Yəni 5 bit yox, 40 bit yer tutacaq. Ona 5 bit fikri səhvdir. Bu düzdür. Məlumat yaddaşda 5 bayt. Bu bitlə 40 bit eləyir. Bu baytı çevirsəm 8-ə bölsəm, bəli. Bu mənə verəcək 5 bayt. Yəni bu fikir düzdür. 4 ilə 5 düzdür. Bir də 6. Məlumat 40 simvoldan ibarət deyildi. Məlumat 5 simvoldan ibarət idi. 6 səhvli. Eyni simvolların sayı 2-dir. Baxıram burada harda ayırdığım hissələrdən hansılar eynidir. Baxan kimi görürəm ki, baxın bu 3-cü simvolumdan axırıncı simvolum bir-biri ilə bərabərdir. Yəni eyni simvolların sayı 2-dir, düzdür. Bəs deyil, müxtəlif simvolların sayı 4-dür. Müxtəlif simvolları tapmaq üçün eyni simvollardan birini silirəm. Geriyə onsuz da qalan bax 4 dənə simvol var. Bunların hamısı bir-birindən müxtəliflik təşkil edir. Bunların hamısı müxtəliflik. Yəni 4 dənə müxtəlif simvol var. Yəni bizdə səhv olan fikirlərimiz ancaq 2, 3, 6 oldu. 45-ci sualda nə deyir? Uyğunluğu müəyyən edin. Yəni deyək ki, bu verilmiş lent qrupları hansı tabda yerləşir? Footnotes yerləşir referens tabımızda. Referens tabımızda 1-ə D olacaq. View lent qrupumuz yerləşir View tabında. Bu olacaq A. Bunları bayaq göstərmişdik. Bir də 3-də Header and Footer var. Bu da yerləşir Insert tabında. Bunu da gəlin göstərək. Baxın. Insert tabımda Header and Footer lent qrupum var. İçərisində də müəyyən əmrlərim var. Belə 1-ə D, 2-ə A, 3-ə B variantı olacaq.